Hər vaxtınız xeyir olsun. Necəsiz? Bağa gəlmişik yoldaşımla. Uşaqlar evdədir. Dedim dən çay dəmliyim. Bağda o qədər iş var ki. Kran xarab olub, qabları yuya bilmirəm. O şeydə yuyacam. Bayırda yuyacam. Bu günləri bu gecə buradayıq. Ona görə yavaş-yavaş işimi görəcəm. İndi bəzi şeylər var ki, fikir verməyin. Hələ ki təmizləyəcəm. Belədir. İndi bayıra çıxanda çəkərəm. Necəsiz, neyinirsiniz qızlar? İnşallah yaxşı olasınız. Mən də şükür yaxşıyam. Bu da həyətimizin çiyələləri çəkəcəm. Paylaşacağım sizinlə. Kızlar biraz muşmula yığdım. Ay Allah, elimdeki çay da gitti. Biraz alça yığdım. Hələ ki yığacam. Hələ buralar elə dağınıqdır. De. Ev adam gəldi, girim içəri. Burada çox doldurma olmaz. Alça əziləcək. Dən çay içeyim. Güya ki çay süzdüm də özümə. Oy. İnansız, bağda çayın dadı tamı bir başqadır da. Bir başqadır. Ay qızlar, öldüm. Bayaqdan xaladenika yandırıram. Arxasında söndürmüşük. Oğlum söndürüb də, o maşallah hündürdü, əli də uzundu da. Ay Allah, bütün çiynim qırıldı. O soyucudan qoşana kimi öldüm. Mənimki mənə dəydi də onun qoşana kimi. Heç nə. Bir dənə keçən dəfə gəlmişdi, buraları yeri zadı plisosdamışdım. Polu silmişdim, yenə görsüz batıb. O şeylərin, tinglərin, nə deyirlər ona, şeylərdir. Qurmuşlardı, o tökülüb. Yenə gərək süpürüm. İndi axşam deyə düzdür, axşam süpürməzlər. Amma biraz şey eləyəcəm. Pilisosu da gətirmişəm. Ay Allah, quşa baxın, nə gözəl quşdur. Ağzında nəsə var. Baxın. Xoruz pipidir, nə deyirlər? Pəncərənin ağzına baxmayın, hələ mən heç nə eləməmişəm. Heç bir şey eləməmişəm. Baxın, toyuq pipidir də, hə? Ağzında nəsə şey saxlayıb, tutub. Yem tutub. Görün nə qəşəngdir. De. Hə, belə qızlar. Gəldik bağa. Bağ sezonu yavaş-yavaş açırıq. Nəzirin məktəbdən hələ buraxmırlar. Buraxmırlar ki, bir gələk. İndi bir dənə xiyarları qoymaq lazımdır soyuducuya. Pomidor da qoyum. Açım onu. Qoyum soyuducuya. Keçən il soyuducunun elə bir ki söndürməmişdik. Söndürməmişdik də. İnansız, yoldaşım hər gələndə yandırırdı, söndürürdü işıqları da, baxmayın. O da qapısı bağlıydı da. Uy. Soyucunun içi nə günə düşmüşdü. Amma bu il sırf oğluma dedim ki, arxasından söndürdük ki, ışığı yandırıb söndürəndə şey olmasın da, xaladenik pis vəziyyətə düşməsin. Qapısını açıq saxlamışdım. Bu il yaxşıdır, şükür. Bu il yaxşıdır. Biraz muşmula yığdım. Alçanı dedim. Bunları qoyaram. Göyçə alçalardı. Çox deyim, maşallah bu il bol verib. Bol məhsul verib. Alçada, muşmulada. Belə. Xiyarı qoyaq.
Hələ işimiz çox deyil, hələ tam yerləşməmişəm. Hələ ki, bu nə deyirlər buna? Smissitili bir dən düzəlsə, qəşəng qabları zadı yuyaram. İndi bax, ilişib qalmışam evin içində. Bağın işi həddindən artıq çoxdur. Ağaclar necə böyüyüb, hə, qızlar? Keçən ildən bu yana kimi xeyli böyüyüblər. Artıq şey olub, düzü belə telefonda biraz balaca görsənir, amma belə şey olublar, elə belə meşə kimi də artıq. Ay ya, quşlara baxın, tovuz quşuları. Görsün artıq. Əncir ağacı məni ötüb. Bunlara baxın. Bir dəqiqə. Bu qara quş var, onun adı yadından çıxıb, qırmızı şeydir, nə deyirlər ona? Elə qəşəng qoxuyur, elə qəşəng qoxuyurlar. Sakitçilikdir, çox sakitçilikdir. Adamın eyni düzəli açılır. Gedim biraz yarpaq yığım. Kızlar, yemeğimizi yedik. Ama qabları yuya bilmirəm. Sabahları yoldaşım alıb bunun altında turba var. O xarab olub. Alıb, amma səhv alıb. Hə, ona görə dedi dəyişdirəcək, aparacaq dəyişdirəcək. Yeməğimizi də yedik, tumuzu da çıtladıq. Hə, İnansız ki ya, su ki işlədə bilmirəm heç. Adam elə bir ki əlin qolun bağlı olur da. Bu bankaları indi qoyacağım şkafın altına. Yeməyimizi yedik. Qızlar, elə xamlamışam, o qədər xamlamışam. Bir dənə buranı da yığışdıracağım indi bir dəqiqə. O qədər xamlamışam ki. Hə qızlar, o qədər iş gördüm ki bu günlər, o qədər.
həm xamlamışam. Bütün ayaqlarım ağrıdı. Məsafə ki böyükdür burada. Öyrəşməmişəm. Bizdə 3 otaq nədir ki, bax balaca 46 yoxsa 48 kvadrat metrdir. Neçə dəfə balıq bayıra çıxıbmışam, girmişəm, çıxmışam, girmişəm. Ayaqlarım ağrıdı, yoruldu. Elə yeməyimizi yedik, arxasınca semçikamı da çıtladım. Dedim biraz pasteli də dəyişdim. Dedim bir oturum sizinlə biraz danışım, sonra sağollaşım. Sabahlar səhər inşallah sabahları çəkiliş eləyərəm. Qızlar, nə oldu? Deməli, sizə çox gözəl saç boyası deyəcəm. Mükəmməli. İndi evə gedəndə gedəcəm, birini də alacağım. Hətta bəlkə də ikisini, üçünü götürdüm eyni anda. Niyə? Çünki qızlar, rəngi qutara bilər. Deməli, dünənləri qızımla çıxdıq, Nəzirlə çıxdıq Əhmədlə gəzməyə. Elə bir ki, əslində kraska üçün çıxmışdım. Bir də saç maskası üçün çıxmışdım. Çünki saçımı açdırandan sonra saçımın ucları yaman dəhşət dərəcədə quruyur və o quruluq mənim saçımın dibini incidir. Bundan qabaq da İndi evdə elə bir ki, maska qutarıb, Nəzin özünə deməli Morphosun saç maskasını götürmüşdü. Elə bir ki, saçımı açdırandan sonra onunla istifadə edirdim. Çox bəyənirdim. Çünki həddindən artıq çox gözəl şeylərdə də yumuşaldırdı da. Hətta saçını yuyandan sonra belə saçlar yumuşaq pambıq olurdu. Yəni Morphos. Dedim ki, gedək həm biraz oy səsim getdi. Nəzində biraz eyni açılsın, magazinə biraz gəzək, dedim bir də marojna alım. O satırlar o vaxtın bilməm siz uşaq vaxtı marojnalar olur deyə şeydən maşınkadan belə buraxırdı, belə spiral kimi. Ondan istirdim Nəzini almağa. Bu biçim getdik. Bir magazinlər gəzdik. Nərgiz shopda da oldum. Nərgiz shopda da düzdür məhsullar qəşəngdir, amma biraz bahaydı da. Mən o qədər pul götürməmişdim üstümdə. Nəzərdə tutmamışdım o qədər. Çünki maskan 25 manata da var idi. Sonra Morphoslar qalxıb 20 manatdır. Mən əslində 8 manatlıq bax belə bir civarında istirdim, fikirləşirdim. Deməli, getdik Aliviya, girdik. Aliviyada elə bir ki, ilk Aliviyaya girdik, sonra Nərgiz Shop'a girdik, baxdıq. Zoluşka heç girmədik, əslində baxmalıydıq, yaddan çıxdı. Gördüm ki, yox, Aliviyada qiymətlər daha münasibdir. Getdim elə, Elsevin saç balzamını götürdük. Mən elə bilmişəm ki, o maskadır. Sən demə, qazı, bu balzamıymış. Amma yenə də saçı yumuşaq elədi. Pis deyil, yaxşıdır. İstifadə eləmək olar. Çox danışdım, elə bil. Bir də Aliviyada saç boyası götürdüm. Qızlar, saç boyası deyirəm. Mənim saçımın elə bir ki 20 yaşından sonra mənim saç dibləri məsəl üçün ağarır da, yəni o nəsillikcədir bizdə. Saçımın dibi hal-hazırda 40 yaşım var, yəni utanmıram. Yəni bir çox xanımlar xoşlamırlar öz yaşlarını deməyə, amma məndə problem yoxdur. 40 yaşım olmağına baxmayaraq saçım tez uzanır və dibləri düm ağ gəlir də. Yəni ki, qara tel bir-iki dənə görərsən də orada. Bildiniz necə? Həm də mənim saçımın ağ tükləri həddindən artıq rəngi yaxşı götürmür. Həmişə iminli ağ saç da, necə deyim, açıq rəngli saçıma qoyanda tutmur. İmini gərək 3 nömrə qoyasan, 2 nömrə qoyasan ki, qəşəng tutsun da onları. Deməli, bir dənə boyanı götürdüm. Qızdan soruşdum. O qədər xoşuma gəldi satıcı. Satıcı deyildi orada, nəzarətçi deyirlərdi ona.
o qədər xoşuma gəldi. O qədər gülər üz, gözəl, göyçək qız idi. Çox xoş, çox bəyəndim o qızı. Hə, məsləhət gördü. Aldım 5 manata. Deməli 5 manada 6 manat desə neçə qəpik idi, endirimdən 5 manata götürdüm. 5 manata niyə götürdüm? Siz oradan, siz də endirimdən götürə bilərsiniz. Siz oradan məsəl üçün kassaya keçid eləyəndə orada Aliviyanın kartoçkasını sizə verəcəklər. O kartoçka ilə bərabər sizə düşəcək endirimdən 5 manata. Evə gəldim, özü o üstündə yazılmışdı. İndi qoyacağım bura şəklini. Orada yazılmışdı ki, hiç bilmədim, başa düşmədim. Sən demə, akası Türkiyənmiş. Deməli, içində 2 dənə kraskadır, 2 dənədəki suyudur. Mən elə saç dibinə əgər boya qoymaq istəyirsinizsə, bir dənəsi özü artıqlaması ilə bəs eləyir. Artıqlaması ilə. Elə biri də durur. Saçımın ağlarını o qədər gözəl tutdu. Özdə almışam 8 nömrə. Çox qəşəng tutdu. Sadəcə olaraq kənarları mən özüm düz qoymadım. Bəzi yerlərdə ağ qalıb da. Amma qalan yerdə super. Düzdür, mən elə bir ki saat 9-da qoydum. Onda da yudum. 1 saat qaldı başımda. Amma gözəl. Nəticə super. Çox bəyəndim. 8 nömrədə bilsin necə nə rəngdir? Bal rəngi kimidir. O qədər qəşəng, o qədər çox bəyəndim. İndi qoyacağım bura. Kim almaq istəyirsə getsin alsın. İndi mən də evə gedən kimi gedib heç olmasa birini də götürəcəm. Siz niyə görə şey qutara bilər? Nömrə qutara bilər. Belə. Bayra çıxaq, yoxsa çıxmayaq? Niyə çıxırıq? Ümumiyyətcə düzdür, sabahlar səhər inşallah səhər işığına çıxarıq. Səhər göstərərəm. Hələ belə bilirəm ki, indi yazacaqsınız ki, yəqin kuxna nə gündədir, yığışdır, belə elə. Amma hələ ki tam köçməmişik də. Hələ ki tam köçməmişik. Yavaş hər şeyi yerinə salacağıq, yerinə qoyacağıq. Belə, öpürəm qızlar sizi. Gecəniz xeyrə qalsın. 8 dəqiqə danışmışam. Ay maşallah. Gedim bu bağbanları da qoyum şkafın altına. Öpürəm qızlar. Gecəniz xeyrə qalsın. Özünüzə müğayət olun. Sağ olun, sağlı qalın. Hələlik gələn videolarda görüşmək ümidi ilə.